Mövzu murabaha əməliyyatları, tənzimləmələr və tətbiqi xətalar. Birinci hissə. Hər vaxtınız xeyir. Bugün sizinlə İslam maliyyəsinin vacib alətlərindən olan murabaha əməliyyatının detallarına nəzər salacağıq. Gəlin ilk öncə murabaha əməliyyatının obyektindən başlayaq. Bildiyiniz kimi, murabaha bir satış növü olduğundan, mənfəətlə satıla bilən bütün mallar təbii olaraq murabahaya tabe ola bilər. Məhz buna görə də qanuni olaraq mövcud olan şirkətin səhmləri də murabaha əsasında alınıb satıla bilər. Çünki İslam prinsiplərinə əsasən şirkətin səhmləri həmin şirkətin aktivlərinin mülkiyyətində mütənasib pay təşkil edir. Məntiq sadədir. Əgər şirkətin aktivləri mənfəətlə satıla bilirsə, deməli, onun səhmləri də murabaha əsasında satıla bilir. Lakin diqqətli olmaq lazımdır. Bu o deməkdir ki, əməliyyat etibarlı murabaha üçün tələb olunan bütün əsas şərtlərə cavab verməlidir. Yəni, satıcı şirkət səhmlərini alıcıya satmazdan əvvəl mütləq şəkildə həmin səhmlərin mülkiyyətini, özü də bütün hüquq və öhdəliklərlə birlikdə əldə etməlidir. Səhmlərin mülkiyyət hüququ əldə edilmədən geri alınması və ya satılması şərtinə qətiyyən icazə verilmir. Digər tərəfdən, murabaha ticarət edilə bilməyən əşyalara münasibətdə icra edilə bilməz. Məsələn, valyuta mübadiləsini götürək. Murabaha valyuta mübadiləsində tətbiq edilə bilməz, çünki bu birdəfəlik əməliyyat olmalıdır. Əgər təxirə salınıbsa, yalnız əməliyyat zamanı mövcud olan məzənnə əsasında həyata keçirilə bilər. Eynilə, borc almaq hüququnu təmsil edən qiymətli kağızlar da yalnız nominal dəyəri ilə satıla və ya alına bilər. Buna görə də murabaha bu cür qiymətli kağızlara münasibətdə tətbiq edilə bilməz. Başqa sözlə desək, sahibinə emitentdən müəyyən miqdarda pul almaq hüququ verən hər hansı bir qiymətli kağız ticarət edilə bilməz. Onu satmağın yeganə yolu nominal dəyəri ilə köçürülməsidir. Nəticə etibarilə bu cür kağızlar murabaha predmeti ola bilməz. İndi isə gəlin ödəniş sxemi ilə bağlı yenidən danışıqlar məsələsinə toxunaq. Təcrübədə tez-tez rast gəlinir ki, alıcı və ya müştəri murabaha müqaviləsində göstərilən müddət ərzində ödəniş edə bilmir və bankdan ödəniş cədvəlinə yenidən baxılmasını xahiş edir. Ənənəvi banklarda bu proses adətən əlavə faizlərin hesablanması ilə aparılır. Lakin murabaha ilə bu mümkün deyil. Əgər ödəniş cədvəli yenidən müzakirə edilirsə, bunun üçün əlavə məbləğ tələb oluna bilməz. Murabaha qiyməti dəyişməz qalmalıdır və mütləq eyni valyutada olmalıdır. Bəzi İslam bankları ödəniş cədvəlini əməliyyat valyutasından fərqli, sabit bir valyutada yenidən müzakirə etməyi təklif edirlər ki, bank inflyasiyadan sığortalansın. Lakin bu, ödəniş tapşırığının yenidən nəzərdən keçirilməsindən əldə edilən fayda hesab olduğu üçün buna icazə verilmir. Yenidən baxılma yalnız ödənəcək məbləği və hesablaşma valyutasını dəyişdirmədən edilə bilər. Əlbəttə, ödəniş günü alıcı, satıcının razılığı ilə həmin günün cari məzənnəsinə əsasən fərqli valyutada ödəniş edə bilər, amma bu əvvəlcədən fiksasiya edilə bilməz. Növbəti vacib məsələ murabahada qiymətli kağızlaşdırmadır. Murabaha, ikinci il bazarda alınıb satıla bilən alətlər yaratmaq üçün qiymətli kağızlaşdırıla bilməyən bir əməliyyatdır. Səbəb aydındır. Alıcının imzaladığı sənəd pul borcu öhdəliyidir. Bu sənədin satılması pulun satılmasına bərabərdir və pul yalnız nominal dəyərlə dəyişdirilə bilər. Yəni, bu sənəd daha aşağı və ya yüksək qiymətə satıla bilməz. Lakin istisna hal odur ki, əgər portfeldə müşarəkə, icarə və murabaha kimi qarışıq investisiyalar varsa, o zaman müəyyən şərtlər daxilində müzakirə edilə bilən sertifikatlar buraxıla bilər. İndi isə gəlin murabaha maliyyələşdirməsində edilən əsas səhvlər üzərində dayanaq. Bu, maliyyə qurumlarının ən həssas nöqtəsidir. Birinci səhv odur ki, bir çoxları murabahanı universal bir alət hesab edir. Bəzi maliyyə qurumları səhvlən düşünürlər ki, murabaha ənənəvi bankların təklif etdiyi istənilən maliyyələşməyə alternativdir. Onlar bundan işçilərin maaşını, işıq pulunu ödəmək üçün istifadə edirlər. Bu təcrübə tamamilə qəbul edilməzdir. Murabaha yalnız və yalnız müştəri konkret bir əmtəə almaq istədikdə istifadə edilməlidir. Digər xərclər üçün müşarəkə və ya leasing kimi fərqli alətlər seçilməlidir. İkinci geniş yayılmış səhv isə uydurma əməliyyatlardır.
Bəzi hallarda müştərilər pulu mal almaq üçün yox, sadəcə vəsait əldə etmək üçün istifadə etmək istəyirlər. Onlar sənədlərdə uydurma mallara ad verib rəsmiyyəti düzəldirlər, pulu aldıqdan sonra isə başqa məqsədlə xərcləyirlər. Bu açıq-aydın uydurma əməliyyatdır. İslam maliyyəçiləri burada çox diqqətli olmalıdırlar. Onlar müştərinin həqiqətən o malı almaq niyyətini yoxlamalı, zəmanət almalı və əməliyyatın həqiqiliyini təsdiq etməlidirlər. Məsələn, pulu müştəriyə vermək əvəzinə birbaşa təchizatçıya köçürmək ən doğru yoldur. Əgər bu mümkün deyilsə, fakturalar ciddi yoxlanmalı və ya alınan malın mövcudluğu fiziki olaraq təftiş edilməlidir. Unutmayın, İslam Maliyyə Qurumu murabahanın faiz borcunu gizlətmək üçün yox, orijinal satış olduğunu təmin etməlidir. Mövzu murabahə əməliyyatları, tənzimləmələr və tətbiqi xətalar. İkinci hissə. Davam edək. Gəlin maliyyə qurumlarının yol verdiyi digər ciddi səhvlərə nəzər salaq. Üçüncü ən yayılmış xəta sənədləşmənin ardıcıllığı ilə bağlıdır. Bəzi hallarda görürük ki, malın müştəriyə satışı hələ bankın həmin malı təchizatçıdan almasından əvvəl baş verir. Bu niyə baş verir? Çünki murabahə ilə bağlı bütün sənədlər ardıcıllıq gözlənilmədən eyni vaxtda imzalanır. Bəzi maliyyə qurumları işi asanlaşdırmaq üçün yalnız bir müqavilə imzalayırlar. Bu, murabahənin əsas prinsiplərini kökündən pozur. Murabahə vahid bir akt deyil, o ardıcıl mərhələlərdən ibarət müqavilələr toplusudur. Əgər bu ardıcıllıq pozularsa, bütün əməliyyat adi sələmçi kreditə çevrilmə riski daşıyır. Sadəcə terminologiyanı dəyişmək onu şəriətə uyğun etmir. Şəriət şuraları nəzarət etməlidir ki, hər bir mərhələ öz vaxtında və düzgün icra edilsin. Dördüncü məsələ beynəlxalq əmtəə əməliyyatlarıdır. Banklar likvidliyi idarə etmək üçün bundan istifadə edirlər. Lakin problem ondadır ki, bu əməliyyatların çoxu real aktivlərə əsaslanmır. Bir çox hallanda bunlar malın çatdırılmadığı, tərəflərin yalnız qiymət fərqini ödədiyi uydurma əməliyyatlardır. Hətta real əmtəə olsa belə, şəriətdə icazə verilməyən forward və qısa satış, short selling əməliyyatları aparılır. Unutmayın, əməliyyat beynəlxalq olsa belə, murabahənin bütün şərtlərinə, yəni real çatdırılma və mülkiyyətə riayət olunmalıdır. Beşinci ciddi səhv artıq alınmış malların maliyyələşdirilməsi. Bəzən maliyyə qurumları müştərinin artıq üçüncü tərəfdən aldığı mallar üzərində murabahə həyata keçirirlər. Bu qətiyyən yol verilməzdir. Əgər müştəri malı artıq alıbsa, bank onu yenidən ala bilməz. Bu geri alış sayılır və qadağandır. Murabahə yalnız müştərinin hələ almadığı mallar üçün keçərlidir. Hörmətli həmkarlar, gəlin yekun nəticələri ümumiləşdirək. Bu əməliyyatın fəlsəfəsini düzgün anlamalıyıq. Birincisi, murabaha mahiyyət etibarı ilə bir maliyyələşdirmə modeli deyil. Bu sadəcə xərc üstəgəl mənfəət prinsipinə əsaslanan bir satışdır. Biz onu təxirə salınmış ödəniş əlavə edərək maliyyə alətinə çevirmişik. Buna görə də murabaha ideal İslam maliyyə modeli hesab edilməməli, yalnız müşarakə və mudaraba kimi əsl ortaqlıq sistemlərinə keçid mərhələsi kimi qəbul edilməlidir. İkincisi, niyyət. Murabaha sadəcə sənədləşmə işi olmamalıdır. Məsul orqan əmin olmalıdır ki, müştərinin həqiqətən də o malı almaq niyyəti var. Üçüncüsü, təyinat. Murabaha əlavə xərcləri, kommunal borcları və ya valyuta almaq üçün istifadə edilə bilməz. Dördüncüsü və bəlkə də ən vacibi, mülkiyyət və risk. Etibarlı murabaha üçün əsas şərt odur ki, maliyyəçi malı müştəriyə satana qədər ona sahib olmalıdır. Yəni, maliyyəçinin malla bağlı riskləri daşıdığı bir müddət mütləq olmalıdır. Riski öz üzərinə götürmədən əldə edilən qazanc şəriət baxımından qəbul edilməzdir. Beşincisi, icra metodu. Ən yaxşı yol bankın malı birbaşa özü almasıdır. Müştərini agent kimi istifadə etmək əməliyyatı şübhəli edir. Lakin zərurət yaranarsa və müştəri agent təyin edilərsə, 6-cı bənd, rollar dəqiq ayrılmalıdır.
Agent kimi müştəri malı aldıqdan sonra banka məlumat verməli, bankın adından malı qəbul etməli və sonra bankdan almaq üçün təklif verməlidir. Yalnız bu təklif qəbul edildikdən sonra risk müştəriyə keçir. Bu prosedurdan kiçik bir sapma belə əməliyyatı sələmi dairəsinə sala bilər. 7-ci məsələ qiymətlə bağlıdır. Bir dəfəlik və kredit qiyməti fərqli ola bilər, amma müştəri birini seçdikdən sonra qiymət sabit qalır. Erkən ödəniş üçün endirim tələb edilə bilməz, gecikmə üçünsə qiymət artırıla bilməz. Və nəhayət 8-ci məsələ, gecikmələr. Müştərinin ödənişi gecikdirməməsi üçün cərimə tətbiq edilə bilərmi? Bəli, müqavilədə göstərilə bilər ki, gecikmə halında müştəri xeyriyyə fonduna müəyyən məbləğ ödəsin. Amma diqqət edin, bu məbləğ maliyyə qurumunun gəliri ola bilməz, mütləq xeyriyyəyə getməlidir. Həmçinin borcun vaxtından əvvəl ödənilməsi halında müştəri endirim tələb edə bilməz. Lakin bank öz xoşu ilə müqavilədə şərt olmadan borcun bir hissəsini silərsə, bu icazəlidir.